Möcüzə göstərəcəm indi. Hər bir kəs hansı ki düşünür, şok olacaq. Eyni zamanda da Azərbaycan dilini kim ki sevir, bu dilə yenidən valeh olacaq. Və başa düşəcək ki, doğrudan da bizim dilimiz çox qədim dildir, gözəl dildir. Özdə bu videoda möcüzəni göstərmək üçün mən Nizami Gəncəvinin İskəndərnaməsindən istifadə edəcəm və bir də 1000 ilin sensasiyası olan M9 saat düsturumdan. Hər kəs başa düşəcək ki, Nizami Gəncəvi dahidirsə və Azərbaycanda deyir ki, ağıl övladları var. Hər kəs başa düşəcək ki, doğrudan da Nizami Gəncəvi yalancı deyil, doğrudan da ağıl övladları var. Ona görə həmin o ağıl övladlarını da dəvət edirəm bu videoya baxmağa. Nizami Gəncəvi İskəndərnaməsində bildirir ki, bu İskəndər ki, bir çox məmləkətlərdə olur, oranın fəlsəfəçiləri ilə, alimləri ilə, mütəfəkkirləri ilə danışır, fikir mübadiləsi aparır və o da haqqı axtararaq olur. Burada İskəndər Nizami bildirir ki, İskəndər dünyada haqqı axtarırdı və bütün o düşüncələrinin sonunda gəlir o fikrə çıxır İskəndər ki, bəs dünyanın 2 giriş və 2 çıxış qapısı var. Bunun fəlsəfi çox fikirlər söyləmək olar. Bunun Nəsimi də deyir ki, 2 dünya var. Düzdür? Və İskəndər də gəlir çıxır o yerə ki, deyir 2 dünya var. İndi sizcə, Nizami də elə o fikirdədir. İndi sizcə, əgər İskəndər bütün həyatını sərf eləyib düşünməyə və gəlib çıxıb o nəticəyə ki, 2 dünya var. İndi həmin onu yaşatmaq istəyər, əbədiləşdirmək istəyər ki, bu dünyadan bu çıxıb gedəndən sonra hər kəs bilsin ki, İskəndər gəldi, hansı nəticəyə çıxdı, hansı fikri çatdı. Bunu Nizami Gəncəvi bizə bildirir ki, bəli, o dünyaya bildirir ki, bəs 2 giriş və çıxış qapısı var. İndi siz fikir verin ki, bu İskəndər bunu yaşatmaq üçün öz məmləkətinin adına bunu verər yoxsa yox? Söhbət 2300, 2400, 2200 il bundan qabaqki dövrdən gedir. Çünki həmin dövrlərdə yaşayıb İskəndər. Tarixçilərin iddiasına görə. Makedoniya sözünə indi mən bu düsturu tətbiq eləməklə sizinlə birlikdə görəcəyik ki, bu Nizami Gəncəvinin... Mən Nizaminin yanında deyildim ki, bunu yazanda. Düzdür? Mən Nizami ilə sövdələşməmişdim ki, ay Nizami, sən yaşadığın dövrdə, bu alim professor akademiklər ki, Azərbaycanda dünyaya iddia ediblər ki, Nizami Gəncəvinin 880, 890 yaşı var. Mən 890 il onun yanında deyildim ki. Halbuki İskəndərnaməni oxuyan, məsələn, mən şəxsən başa düşürəm ki, amma oxuyanda həm də düşünmək lazımdır. Başa düşürəm ki, İskəndər ilə Nizami ilə İskəndərlə eyni dövrdə yaşayıb, hətta İskəndərlə fikir mübadiləsi də aparıb. Hətta İskəndər Nizaminin fikrini də söylüyor. Bu açıq-aşkar İskəndərnamədə var. İndi eybi yox da biz gedək 890 il bundan öncə. 890 il bundan öncə Nizami bunu yazanda mənə sövdələşməmişdi ki, ay Namiq, mən bunu yazıram. 890 ildən sonra sən bir düstur yazarsan. Yəni biz ikimiz birləşərik, bu Azərbaycana göstərərik ki, Azərbaycan dili qədim dillərdən biridir. Bu belə şey mümkün deyil də, düzdür? İndi bax Makedoniya. M9 saat qrammatikamın düsturu belədir ki, sözə bu düsturu tətbiq edəndə sözdə olan M və 9 saat hissəsini düsturda mən açıram. İnsana aid olursa kim ki, əşya və heyvanlara aid olursa nə ki, sonra gəlir sözün kökü, yəni o M və A-dan sonraki sözün kökü. Sözün kökünü də bilmək üçün Azərbaycan dilinin gözəlliyi ondadır ki, sözdə olan saitləri götürsən, yerdə samitlər qalır. O samitlərə digər saitləri əlavə eləməklə yeni sözlər əmələ gəlir. Sözlərin kökü eyni olduğu üçün məna da hər zaman yaxın olur. Və ondan sonra olan və yaxud edən. Olanda da sözün kökünə dadə şəkilsi atılır. Bir-iki nümunə göstərim, hər kəsə aydın olsun. Və bu düsturlarımda da həm riyazi dəqiqliyi var, həm də düsturların bir-birini tamamlayır. Çünki tək M və 9 saat deyil, axı bu T və 9 saat barədə mən bölüşmüşəm, N hərfli sözlər barədə bölüşmüşəm, sözün əvvəlinə artırılan şəkilçilər, qara, ağ və bala şəkilçiləri barədə bölüşmüşəm. Sözlərimiz kodlaşdırılıb və ən vacib şəkilçilər bunlardır. Bala, ağ, qara. Çünki Azərbaycanda çox coğrafiyanın adları məhz bunlarla başlayır. Sonra sözün sonuna artırılan 3 şəkilçi barədə danışmışam. Bu, man, mən şəkilçisi, an şəkilçisi və bir də dar şəkilçisi barədə. Görürsünüz, bunlar hər biri sözlərdir. Mən sözdür, dar sözdür, an sözdür. Amma bunu şəkilçi kimi istifadə edib içində başqa sözü gizlədirlər. Çünki bu dil məntiq üzərindən qurulmuş, yaradılmış, məcaza böyük yol verilən, sözləri kodlaşdırılmış, təbii yolla inkişaf yolu keçən qədim və ali dildir. Görürsünüz, tərif də vermişəm Azərbaycanda. Harada görmüsünüz belə şey ki, insan öz dilində tərif versin və o tərifdə olan hər bir cümləni də mən hər bir kəsin başa düşəcəyi tərif, həm elmi cəhətdən, həm də orta bu ərəbcə mən izah edirəm. Çünki ərəb dilində yox ha, ərəbcə, hər bir dilin ərəbcəsi var.
Bu izah eləmək üçün rahat. Zildə olan məlumatları nazil eləmək üçün ərəbcədən istifadə edirsən ki, hər kəs anlasın. İndi sözlər göstərim də o düsturu tətbiq eləmək üçün, təsdiq eləmək üçün. Məsələn, dilimizdə var müxbir. M və Ü hissəsi kim ki və yaxud nə ki yerdə qalır xıbır. Xıbırı nədir? Xəbər. Kim ki xəbərdə olan, nə ki xəbərdə olan, kim ki xəbər edən, nə ki xəbər edən. Müxbirin işi xəbərlə bağlı deyil, xəbər eləmir bu müxbir. Görürsüz, düstur vasitəsilə bunu açdım. Dünyada bu özü bir yenilikdir ki, sözə düstur tətbiq eləyirsən, sözün içindən düstur vasitəsilə cümlə çıxır. O cümlədə bu sözü izah edir. Görürsüz, müxbir kim ki xəbərdə olan, izah elədi. Müstəqil, kim ki istiqlalda olan, nə ki istiqlalda olan, kim ki istiqlal edən, nə ki istiqlal edən. Yəni hər onu 4 variantında hallandırmıram. Həm də bu düstur vasitəsilə zəngin dilimizi daha da zənginləşdirmiş oluruq. İndi mən sadəcə sözləri göstərirəm. Məsələn, məclis, kim ki iclasda olan, müstəntiq, kim ki istintaqda olan, müxtəlif, kim ki ixtilafda olan, müsavat, kim ki savadda olan. Möcüzə. Bu sözlər özü vacib sözlərdir. Yəni Musavat çünki bilirik ki, Məhəmməd Əmin Rəsulzadənin yaratdığı partiyadır, Musavat. Xarici ölkələrdə ki, savad alıblar, gəlib yığışıblar bir yerə deyirlər ki, yəni bizim bu xalqdan fərqimiz nədir? Biz savadlılarıq. Deməli partiyamızın da adı olmalıdır. Kim ki savadlı olanlar. Musavat. Kim ki savadlı olanlar. Elə də olub. Möcüzə. Kim ki ecazda olanlar, nə ki ecazda olanlar. Ecaz nədir? Bu günləri dili yaddan çıxıb. Amma ecazkar kimi qalıb. Ecazkar nədir? Yəni qeyri-adi, yadda qalan, xoşa gələn, ecazkar. Bu möcüzə sözü fantastika deyil. Tutalım ki, bir su içirəm, deyirəm ki, ecazkar bunun dadı var. Yəni yadda qalan, başqalarından fərqlənən. Budur. Yox, bunlar elə möcüzə. Çomağı atdığı yerə əjdahaya çevrilir. Bunlar hər biri məcazdır. Məcaz. Bu möcüzə də bu deməkdir. Yoxsa bunlar elə bilirlər ki, bu seyrli xalatı geyindi, fırlandı, uçdu, getdi bu möcüzə. Bu möcüzə deyil. Bu fantastikadır. Möcüzə reallığı əks elətdirəndir. Məsələn, mən çıxıram təbiətin qoynuna, baxıram ki, şəlalədir, bu yanda dağdır, üstündə yaşıl ağaclar. Deyirəm ki, bu möcüzədir. Yəni nədir? Nə ki ecazda olan. Ecaz sözü bugün yaddan çıxıb. Ecazkar kimi heç olmasa yadda qalıb. Görürsün, mən sizə deyirəm, düşünün də, düşünə bilənlər üçündür bu kanal. Sonra müntəzir, kim ki intizarda olan. Hələ 4 cür onu eləmiyorlar, hallandırma olar. Sadəcə mən bunu biraz qısa olmaq üçün. İndi gəlir. Müəmma, kim ki ammada olan. Görürsünüz, nəyinsə amması varsa o müəmma sayılır da. Sözün içindən cümlə çıxır, sözü gözəl izah edir. Bunu nə ərəb, nə fars, nə səhra, nə Hindistan, heç kəs bunu bu cür izah edə bilmir. Bu çünki bizim dilimizdir. Azərbaycan dilinin üzərindən, Türkiyənin bugünkü türk dili adlanan Azərbaycan dilinin üzərindən yaranıb. Ərəb və fars dilləri də, əgər biz götürsək Bahar bayramını, 5000, 6000, 7000, bəzi tarixçilərə görə 8000 il bundan qabaq keçirilən Bahar bayramı bugün Azərbaycanda keçirilir. Biz əgər onu götürsək, o dövrdən bu ilə qədər Azərbaycan dilinin üzərindən ərəb dili də yaranardı, fars da yaranardı, türk də yaranardı, hələ Asiyanın bir çox dilləri də yaranardı. Kök isə Azərbaycandadır, başlanğıc Azərbaycandadır. Hətta bu 3 səmavi dünyada məşhur din ki var, onların da başlanğıcı Azərbaycandadır. Bunu mən əmin sözü ilə izafə edəcəm. Tək əmin deyil, çox sözlərdir, amma əmin bizim dilimizdə var axı, əmin olmaq, əmin edirəm, Lənkəran, Bakı, Quba, Dərbənd, Şəki, Zaqatala, Gəncə, Ordubad. Burada ləhcədə əmin sözündən istifadə edirlər. Hətta qardaş Türkiyədə əmniyyət orqanları var. Çünki polislər əmin edirlər də insanlara ki, rahat olun, əmniyyətdə olun, biz buradayıq, fəaliyyət göstəririk, sizi heç kəs burada şərləyə bilməz, sizə heç bir xəta gətirə bilməz. Bu cürdür də. İndi Makedoniya, M və A hissəsi. Kim ki yerdə qalır samitlər, K, D, N, Y. İndi saitləri əlavə edirik. Kim ki iki dünyada olan, nə ki iki dünyada olan, kim ki iki dünya edən, nə ki iki dünya edən. İndi bu Nizami ki deyir ki, İskəndər gəldi, o nəticəyə çıxdı ki, iki dünya var. Həmin onun Nəsimi də deyir ki, iki dünya, məndə çıxar iki cahan. Görürsünüz, Nəsimi də onu deyir. Nizami də bunu burada vurğulayır. Və İskəndər də, həm də mən deyirəm ki, o filosofidir, mütəfəkkiridir, alimidir. O da gəlib çıxır həmin o və onu əbədiləşdirib. Öz məmləkətini adlandırıb Makedoniya. Kim ki iki dünyada olan, çünki bunun bu ideyasıdır, bunun bu gəlib çıxdığı nöqteyi nəzərdir. Nə ki iki dünyada olan, kim ki iki dünya edən, nə ki iki dünya edən. Və bununla da Nizami Gəncəvinin köməyi ilə İskəndərin ideyasının ortalığa qoyduğu bu Makedoniya sözü ilə və bir də 1000 ilin sensasiyası olan M və 9 sayt düsturumla Makedoniya sözünün mənasını mən sizə açıq-aşkar göstərdim. Möcüzə sözünün mənasını mən sizə açıq-aşkar göstərdim. Bildirdim ki, fantastika ayrı, möcüzə sözü ayrı. İndi o alim professor akademiklər elə bir düstur qoysunlar ki, mənim bu düsturumu təksib etsinlər. Mümkün deyil, çünki burada riyazi dəqiqlik var. Bütün M hərfli sözlərə bunu tətbiq eləmək